Allah Resulü buyurdu, mən də sizə bugün Yusifin qardaşlarına dediyi sözü deyirəm. Bugün siz məzəmmət olunmursunuz. Gedin, siz tüləqasınız, azadsınız. Tüləqa bunlara deyilir. Ki, bunlar İslamı xoşluqla qəbul eləməyiblər ha. O Bəni Ümeyyə də bunlardandır ki, biz bəzən rast gəlir ya İmam Hüseyin əleyhissalam və ya xanım Zeynəbin xitablarındakı ey tüləqalın övladları. Yəni, acizlikdən İslamı qəbul edənlərdir ki, Peyğəmbər də onlara rəhmət göstərdi, mərhəmət göstərdi. Əmir əl-Möminin əleyhissalamda da bu mərhəmətin təcəllasını görürük. Cəməl döyüşündə Mərvan əsir düşür, Mərvanı azad eləyir. Amma məlun Mərvan gedir, Siffin döyüşündə yenidən Əli əleyhissalama qarşı vuruşur. İmam Zeynul-Abidin əleyhissalamın həyatına baxın. İmam Zeynul-Abidin əleyhissalam Kərbala vaqiəsindən sonraki bir müddət Mədinədə yaşayırdı. Məkkə və Mədinədə bu iki şəhərdə yaşayıb demək olar ki. Mədinə valisi vardı, Hişam ibn İsmail. İmama çox əziyyət verərdi. Əməvlərin valisi idi. Əbdülməlik ibn Mərvan onu təyin eləmişdi ora. Əbdülməlik ibn Mərvan öldükdən sonra oğlu Vəlid ki, xəlifə oldu, bunu işdən azad elədi. Mədinə əhalisindən də çox şikayətlər gəlmişdi. Bunu işdən azad etməklə yanaşı əmr elədi ki, bunu Mədinənin meydanında, ortasında saxlayın, bağlayın bir dirəyə. Kimin haqqını alıbsa, kimə əziyyət veribsə, gəlsin ondan qisas alsın. İnsanlar gəlib bunu söyən kim, üstünə zibil atan kim, danlayan kim. İmam Zeynul-Abidin əleyhissalam gəlir, yaxınlaşır buna. Baxır İmam Zeynul-Abidin əleyhissalamı görür, deyir, sən də gəlmirsən məndən qisas almağa. Deyir, yox, mən gəlib sənin yanında dayanacam. Əgər kiməsə borcun var, ödəyə bilmirsən, mən zaminəm, mən ödəyəcəm. Kiminsə haqqını almışsansa, mən o haqqı ödəyəcəm və qoymayacam ki, mən və mənə itaət edənlər sənə bir zərər verməyəcəklər, narahat olma ki. Bu, insanlarda, adi insanlarda olan mərhəmət və rəhmət deyil. Necə olur ki, Peyğəmbər və Əhl-i Beyt bu dərəcədə ilahi rəhmətin təcəllasına çevriliblər? Çünki onlar səmanın seçdiyi insanlardır. Onlar kimlərinsə seçdiyi insanlar deyil. Hişam ibn İsmail birisinə deyir, baxır, bu ayəni oxuyur. Deyir, Allahu a'lamu haysu yec'alu risalete. Allah öz risalətini harda qərar verəcəyini daha yaxşı bilir. Yəni Allah bilir ki, Peyğəmbərlik elə sizdə olmalıdır. İmamət elə sizdə olmalıdır, onu da sizdə qərar veribdir.